Sumqayıt Dövlət Dram Teatrında tanınmış şair, publisist, pedaqoq və ictimai xadim Əvəz Mahmud Lələdağın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkilləri, şəhərin idarə müəssisə və təşkilat rəhbərləri, ədəbi ictimaiyyətin nümayəndələri, yubilyarın ailə üzvləri və yaxınları iştirak edib. Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Əvəz Mahmud Lələdağın həyat və yaradıcılığı barədə ətraflı danışaraq, onun Azərbaycan ədəbiyyatına, təhsilinə və ictimai həyatına töhfələrini yüksək qiymətləndirib. Zakir Fərəcov Əvəz Mahmud Lələdağın Sumqayıtda Yeni Azərbaycan Partiyasının ilk təşəbbüskarlarından biri kimi 1993-cü ildən partiyanın idarə heyətində təmsil olunmasını, 1989-1995-ci illərdə Sumqayıt şəhər Təhsil Həmkarlar İttifaqının sədri kimi fəaliyyətini, müxtəlif məktəblərdə direktor və müəllim kimi xidmətlərini xüsusi qeyd edib. Onun əsərlərinin bir qisminin Sumqayıt Teatrında səhnələşdirildiyini və tamaşaçıların rəğbətini qazandığını vurğulayaraq, Əvəz Mahmud Lələdağın gənc nəslin milli ruhda tərbiyəsində müstəsna xidmətlərini yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, 1935-ci ildə qədim Zəngəzurun Qarakilsə rayonunun Ağdu kəndində dünyaya gələn Əvəz Mahmud Lələdağ uzun illər pedaqoji sahədə çalışaraq minlərlə şagirdin yetişməsinə töhfə verib. Daha sonra Zakir Fərəcov tərəfindən yubilyara hədiyyələr təqdim olunub. Sumqayıt şəhərinin ictimai-siyasi həyatında və mədəni inkişafında xidmətlərə görə tanınmış şair, publisist Əvəz Mahmud Lələdağ'a Sumqayıt şəhərinin fəxri vətəndaşı adı verilib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun imzaladığı sərəncam tədbir zamanı ona təqdim olunub. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Əvəz Mahmud Lələdağın pedaqoji və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək, onun ədəbiyyat və təhsil sahəsində gördüyü işlərin yalnız Sumqayıt üçün deyil, bütövlükdə Azərbaycan üçün əhəmiyyət daşıdığını bildirib. Malik İsaqov vurğulayıb ki, Əvəz müəllimin əsərlərində doğma yurda, torpağa, milli mənəvi dəyərlərə sevgi xüsusi yer tutur və bu xüsusiyyətlər onun pedaqoji fəaliyyətində də öz əksini tapıb. Millət vəkilləri, şəhər ziyalıları və ədəbi ictimaiyyət nümayəndələri çıxış edərək Əvəz Mahmud Lələdağın pedaqoji və yaradıcılıq fəaliyyətindən söz açıblar. Diqqətə çatdırılıb ki, o 40-dan çox kitabın müəllifi kimi 500-ə yaxın elmi publisistik və metodik məqaləsi ilə ədəbi ictimaiyyətin rəğbətini qazanıb. Vurğulanıb ki, dövlətimizin ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğı Əvəz Mahmud Lələdağın həyat yolunda öz əksini tapıb. O, ən yaxşı müəllim, ən yaxşı məktəb müsabiqəsinin qalibi olub. Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, Azərbaycan Respublikasının tərəqqi medalı, Prezidentin fəxri diplomu və Heydər Əliyevin 100 illik yubiley medalı ilə təltif edilib. Əvəz Mahmud Lələdağ bu möhtəşəm tədbirin təşkilinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinə, iştirak edən rəsmi şəxslərə, ziyalılara, həmkarlarına, ailə üzvlərinə və oxucularına dərin minnətdarlığını bildirib. Şair vurğulayıb ki, həyatını Azərbaycan ədəbiyyatına, təhsilinə və gənclərin milli ruhda formalaşmasına həsr etməsi onun üçün bir borc və şərəf olub. Tədbir Əvəz Mahmud Lələdağın şeirlərinə ibarət ədəbi kompozisiyaların təqdimatı ilə davam edib. Kompozisiyada şairin ən sevilən əsərlərindən parçalar səsləndirilib. Onun həyat və yaradıcılıq yolunu əks etdirən slaydlar nümayiş olunub. İfaçılar şairin poeziyasını səhnələşdirərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Sonda iştirakçılar yubilyara təbriklərini çatdıraraq ona yeni yaradıcılıq uğurlar arzulayıblar. Xatirə şəkilləri çəkdirilib. Tədbir həm də gənc nəsil üçün ədəbi irsin, milli mənəvi dəyərlərin qorunması baxımından əhəmiyyətli bir dərs kimi dəyərləndirilib. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün İnformasiya proqramı üçün.